Son günlər aktyor Talih Yüzbəyovun qalmaqala səbəb olan reklam videosu ətrafında davam edən müzakirələrə tanınmış qiraətçi Nazilə Səfərli də münasibət bildirib. Onun açıqlaması sosial şəbəkələrdə diqqət çəkib və izləyicilər arasında yeni müzakirələrə səbəb olub. Talih Yüzbəyovun reklam çarxı estetik əməliyyatlarla bağlı məzmununa görə geniş tənqid olunmuş, daha sonra reklam şirkəti videonu rəsmi səhifəsindən silmişdi. Talih Yüzbəyovun videosunu o qədər PR elədiniz ki, başlıqları oxumaqdan yoruldum. Axıra dedim bir girim görüm içəriyi nədir bu videonun. Bu millət niyə qalxıb ayağa? Nə baş verir axı? Gördüm bir qadının üzünü analiz edir. Diş vinildi, burun nə bilim düzəlmədi. Sonra nə dedi? Dodaq dolğudur. Hə. İndi gəlin oturaq düz danışaq. Diş vinildi də o videoda. Düzdür. Demir ki zirkondur. Demir ki qızıldır diş. Burnunun qənətləri artıq nə olub da bilmirəm. Demir ki burunda sonsuz aşitə qurulub. Nə deyir ki? Deyir burun əməliyyatdır da. Dodaq dolğudur deyir də, düzdür. Ay sağ ol. Deyir dodaq dolğudur da, düzdür. Demir ki dodağın içində qanatlar var. Nə deyir ki bu yetimlər düşmüsünüz bunun üstünə? Düşmüsünüz bunun üstünə. Onun dərdi başından aşır. Allah balalarına şəfa versin. Onun yoldaşının çox ağır imtihanı var. Mən onun yoldaşına çox böyük hörmətim var, vizual. Uzaqdan uzağa. Çünki bilirəm ki, iki balasına necə qayğı lazımdır və o nə göstərir. Nə hal salmısınız ha? Bir insan olaraq, fərd olaraq hər kəsin demokratik fikrini söyləmə haqqı var. Biz elə bir ölkədə yaşayırıq ki, biz sözümüz dediyimiz üçün bizi asıb kəsmirlər. Nə deyib də yaxşı? Deyir başında ananas bitib. Nədir şək videonu göstərir bunu da deyir. Şəxsən mənim şampunçik nədir o gedələrin adı? Buralarını qaldıran, dodağına dolğu vuran, burun kəstirən gedələrdən xoşum gəlmir. Birini qoysalar mən də onu analiz eləyə bilərəm ki, bu belədir, bu belədir. Öldürəcəksiniz mi məni? Nə istəyirsiniz? Nədir bu da? İnsan onu analiz eləyib, çatdım mən niyə bunu açmıram? İnsan bunu analiz eləyib, burada qeyri-adi nə var, nə düşmüsünüz xalqın üstünə? Talihlə